Cümə günləri cümə mübarək deyib bu formada təbrikləşmək doğru olan budur ki, bu icazəli deyil. Baxma ki, bəziləri bunu icazəli görüblər və deyiblər ki, bu ibadətlər növündən yox, adətlər növündəndir və adətlərdə də əsl olan əl-ibahə, yəni halallıqdır. Ona görə bu da halaldır, icazəlidir. Lakin doğru olan budur ki, bu mücərrəd olaraq adətlər növündən deyil. Hətta buna adət kimi baxılsa belə, bu ibadətə, şəriətə bağlı olan bir əməldir. Yəni, məsələn, biri var ki, birisi universitetə girə və buna görəsə onu təbrik edəsən və maşın ala, ev ala, buna görə sən onu təbrik edəsən. Bu başqadır. Çünki maşın almaq, ev almaq və ya universitetə girmək və s. bunların şəriətlə əlaqəsi yoxdur. Lakin cümə münasibəti ilə təbrikləşmək bu şəriətə bağlı olan bir əməldir. Cümə günü ilə, cümə namazı ilə əlaqəli olduğuna görə. Ona görə bu əməl əslində adətlər növündən yox, ibadətlər növündən sayılır. Və ibadətlərdə də əsl olan qadağadır. Və kim etsə, edən dəlil gətirməlidir. Bu məsələnin bir tərəfi. Məsələn, o bir tərəfi belə dua qəsdi ilə qayda qoymamaq, yəni bunu qəlb halına salmamaq şərti ilə etmək olar. Məsələn, insan cümə günü bir müsəlman qardaşını gördü, ürəyindən gəldi, onun üçün dua elədi ki, Allah cüməni mübarəkləsin, xeyirli, bərəkətli eləsin. Eyb etməz. Lakin bunu qayda şəklinə salmaq, buna adət etmək, bunu qəlibləşdirmək, hər cümə günü müsəlmanlar bir-birlərini görəndə cümə mübarək və s. bunu təbrik halına salmaq, biri var dua, hansısa bir müsəlmanın ürəyindən gəldi, bir qardaşı üçün dua elədi. Bu başqadır. Bir də var bunu təbrik halına salmaq, bunu qəlibləşdirmək və ya cümə günləri, məsələn, WhatsApp üzərindən bir-birlərinə cümə mübarək deyə yazılar, SMS-lər yollamaq, bu şəriətdə əsli olmayan bir məsələdir. Həm də bu cümə günləri Allah Resulü Aleyhisselatü Vesselam'ın zamanında sahabə, tabiin, sələf dönəmində olub və onlar belə bir şey etməyiblər. Və bu şəriətdə əsli olmayan bir məsələdir. Bundan uzaq durmaq lazımdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən amilə amələn leysə aleyhi əmruna fəhvə rad. Ki, bizim etmədiyimiz, əmr etmədiyimiz bir şey edərsə, ondan qəbul olunmayacaq. Həm də ola bilsin, bəziləri buna kiçik bir məsələ kimi baxa bilər. Deyə bilər ki, burada nə var? Yəni, adi bir şeydir də, niyə bunu böyütmüsünüz? Amma unutmaq lazım deyil ki, elə əslində İmam Barbahar rəhmətullahi aleyh dediyi kimi, bu ümmət içərisində ortaya çıxan bütün bidətlərə biz baxsaq, o bidətlərin hamısının əvvəli elə balaca, kiçik bir şeydir və sonra zaman keçdikcə, zamanla həmin o kiçik, əvvəli kiçik kimi görünən bidətlər böyüyüb sonra ümmət üçün problemlərə səbəb oldu. Ona görə əslində hər bidətin əvvəli belədir. Həm də ki, bir əməl şəriətə müxalifdirsə, müxalifdir, müvafiqdirsə, müvafiqdir. Onun balaca, böyük olub olmaması bu əhəmiyyət kəsb eləmir. Əhəmiyyətli olan onun şəriətə müvafiq olub olmamasıdır. Fərq yoxdur, balacadır ya böyüdür. Və müsəlman gərək məsələyə bu cür yanaşa. Və doğrusunu Allah bilir. Barakallahu fikum.